Salam əziz izləyicilər, bu günləri biz yeni bir faktla üzləşdik. Hər zamanki kimi Əcəmi Qurtuluş Nasazır avtobusu. 525 nömrəli. Bəli, nasazlığından. Millət bax, hamısı buradadır. Uşaqlar, böyüklər, yaşlılar, hər kəs. Buyurun xanım. Və təsadüfi xarab olarsa avtobus, bu normaldır. İnsanı xalı deyilən bəzi şeylər var ki, insanlar mədəni şəkildə onları başa düşürlər. Amma oradan stayankada dayanmış avtobus xarabdır dedilər. Avtobusa ilk minən sərnişin mən idim və soruşdum şoferdən. Xarabdırmı bu dayanma? Yox dedi, aldatdı da hər an ürək qırtıcısıyla oturmuşdu. Bilirdim haradasa dayanacaq. Amma gəlib burada küçənin ortasında tam hərəkəti... Hazırda 525 sayılı avtobus keçdi. Keçdi amma saxlamadı. Keçdi amma saxlamadı. Saxlamadı, bəli. Yağışın altında uşaqlar, yaşlılar, xəstələr hamı burada yağışın altında gözləyir. Adamı təhqiranə olar deyir, amma olmazdı. Çünki o bilirdi maşın xarabdır. Çünki maşın hərəkətə başlamamışdan öncə demişdilər ki, bu avtobus xarabdır. Xarab idi, niyə cəmaatı götürürdün? Bəli. Halbuki sürücü demişdi bunu əvvəl. Halbuki sürücü bundan əvvəl öncə dedi ki, yəni o birisi avtobus sizi götürəcək. Buyurun, bu millət küçədə, Xırdalan dairəsinin yaxınlığında o birisi avtobus keçdi, heç kim də götürmədi. Baxın, nə qədər millət var burada. Uşaqlara baxın, uşaqlarla getdi, məcbur oldu. Ödəniş eləməlisiniz deyirlər. Haqq vermişsiniz, özləri qaytarar. Bu millət gözləyir 525 sayılı avtobus gəlsin. Halbuki bu avtobusların bir çoxu yeni ilə yaxın değişməli idi. Baxın, ilin günü bu vaxtında saat 4'də çıxan avtobus 5 radələrində yolda qalıb nasaz vəziyyətdə. Soruşanda da mədəni şəkildə cavab vermir.